Uşaqlar, bugünkü dərsimizin adı nədir? Aha, buyur Nigar. Bugünkü dersimizin adı pingvin balasıdır. Pingvin balasıdır. Ay, sağ olun. Pingvin balası, pingvinlər harada yaşayırlar? Leyla, buyur. Antarktidada yaşayır. Ay, Antarktidada yaşayırlar. Antarktida nədir uşaqlar? Aha, Antarktida nədir? Həsən, nədir Antarktida? Ay, Antarktida, bəli, qitədir. Ay, sağ ol. Kim bizə qitələrimizi sayar? İbrahim, say. 6 qitəmiz var. Avrasiya, Afrika, Avustraliya, Şimali Amerika, Cənubi Amerika, Antarktida. Ay, çox sağ ol. Ay, sağ olun. Yaxşı uşaqlar, bizim fəslimizin adı Antarktida sakinləridir. Antarktida sakinləri deyəndə nə başa düşürsünüz? Ayla, de görüm. Antarktida sakinləri deyəndə nə başa düşürsən? Antarktida sakinləri deyəndə. Aha. Delfin. Delfin, ondan sonra su iti, Ay, sağ ol. balina. Ay, sağ ol. Ay, sağ ol. Bəli, bəli. Uşaqlar, Antarktidada insanlar yaşayırmı? Aha, Rəsul. Antarktida Antarktidada İnsanlar insanlar yaşamır. yaşamır. Çünkü orada buzlu yerdir. Buzlu yerdir. Orada qarlar olur. Ay, buzlu yerdir və külək əsir. Bəli, çox sağ ol. Çox sağ ol. Bəli. Temperatur Leyla 80 dərəcədədir. Ay, sağ ol. Biz bunu uşaqlar, biz bu dərsimizi dünən sual-cavab elədik və biz əlavə məlumatlar da topladıq dünən. İndi gəlin dərsimizi danışaq. Ay, sağ ol. Kim dərsə hazırdır? Nigar, buyur, dərsimizi danış. Aha. Pingvin balası. Aha. Bir gün səhər ana pingvin yuxudan oyananda gördü ki balalarından biri yuvada yoxdur. O tez ata pingvini yuxudan oyatdı. Tez ol, balamızdan biri yuvada yoxdur. Onlar bayıra çıxıb balalarını axtarsalar da ancaq ki onlar bala pingvini tapa bilmir. Bilmən, çox sağ ol. Daha kim davam eləyər? Zəhra, buyur. Ana pingvin ağlamağa başladı. Tez onu tapmalıyıq. Axı o çox balacadır. O tək başına geri qayıda bilməz. Ata pingvin dərindən ah çəkib kədərli halda dedi. Aha, çox sağ ol, çox sağ ol. Aha. Əli, buyur, davam elə. Kaş ki Kaşçı uçar. uçabileydik. Aha. Onu tez tapardı. Aha. Pingvinler ne kadar aktarsa da tapabildi. Ay, sağ ol. Onlar buzun üstünde Bir sürüştüler. bir qayanın üstünə çıxdılar. Dağın Bəli. üstüne çıktılar ve onu aktarmaya başladılar. Ay, sağ ol. Bəli. Çox sağ ol. Aha, İbrahim, davam elə. Buyur İbrahim. Ata pingvin dedi ki, gəl hərəmiz bir tərəfə gedək. Aha. Onda daha tez taparıq. Aha. Ana pingvin isə buzların üstünə sürüşərək sahilə qədər endi. Orada bir qayanın altında bir deşik var idi. Orada dəniz fili başını çıxarmışdı. Onun iri qara gözlü və uzun bığları var idi. Aha, çox sağ ol. Kim davam eləyər? Ayla. Buyur Ayla. Ana pingvin kədərli halda dənizin sahilində buz qayıqda oturdu. Birdən suda bir neçə delfin göründü. Delfinlərdən biri dedi. Başını sudan çıxarıb dedi. Sən niyə burada Burada oturmusan? oturmusan? Kimi gözləyirsən? Mən balamı itirmişəm deyə ana pingvin ağlayaraq cavab verdi. Aha, çox sağ ol. Sağ ol. Kim davam eləyər? Kim davam eləyər? Aliyə, Aliyə buyur. Biz balaca pingvin balası buzun üstündə görmüşük. İnanmıram ki o sənin balan olsun. Ay, sağ ol. Delfin dedi ki, sən də bizim kimi ağ-qarasan, amma o qəfəyi rəngdədir. Ay, sağ ol. Təşəkkür edirəm. Buyur Əsma. Aha. Bunu eşidən ana pingvin qışqırdı. Bu mənim balamdır. Böyüyəndə mənim kimi ağ-qara olur. Qara olacaq. Aha, daha kim deyər? Daha kim deyər? Yaxşı, Nigar, buyur deyir. Delfin onu sakitləşdirdi. Sakit ol, mən sənin balanı sənin yanına gətirərəm. Aha, çox sağ ol. Əl qaldırmaq lazımdır. Yaxşı, Züleyxa, buyur. Əl qaldırın. Ana pingvin xəyallara daldı. Ata ile birlikte yuva qurduqları pingvin Necə qurduqlarını, yumurtaları necə qurduqlarını pingvin balası yumurtadan çıxdıqda necə də sevinmişdilər.
Orada deyir ki, ana pingvin xəyallara daldı və ata pingvinlə birlikdə yuvalarını necə qurduqlarını və yumurtaları necə qoruduqlarını xatırladı. Və yaxşı, Rəsul buyur, yaxşı, bu zaman nə oldu? Bu zaman ata pingvin onların yanına gəldi. Və O gəncin dedi. Balamızı tapa bilmədim. bəli. Sonra birdən uzaqdan Orada bir buz buz parçası göründü. Ay sağ ol. Leyla, davam elə sən də. O yavaş-yavaş sahillərə yaxınlaşdı. Birazdan ana pingvin orada balalarını, buz parçası üstündə balalarını gördü. Və bir nəhəng, bir ağ-qara delfin də buz parçasını ora tərəf doğru itələyirdi. Ay sağ ol. Damla davam elə. Üzən buz parçalı sahilə yan gəlirdi. Ata və ana özlərini balaların üstünə atıb sahildən çıxdılar. Ay sağ ol, çox sağ ol. Daha kim? Şahindi, davam elə. Xeyirxah delfinə şən səslərlə çıxartdılar. Onlar Onlar gördükləri işlə qürurlənirdilər. Qürurlənirdilər, aha. Qürurlənirdilər. Delfinlərin başçısı ana pingvinə dedi. Aha, nə dedi? Nə dedi Nara? Nə dedi? Aha. Ha. Gözünüzdən qoymayın. Bəli. Sağlıqlı qalın. Delfin təşəkkürünü gözləmədən üzüb getdi. Ana pingvin ailələr isə Şadxürrəm. Ailə isə şadxürrəm yuvaya qayıtdı. Bəli. Uşaqlar, burada bir cümləmiz var. Dediniz ki, bir daha balanızı gözünüzdən qoymayın. Bu nə cümləsidir? Əlinizi qaldırırsınız. Zəhra, nə cümləsidir? Əmr cümləsidir. Ay sağ ol. Cümlənin neçə növü var uşaqlar? Cümlənin neçə növü var? Leyla?